Hazırda mövzunu elə bu istiqamətdə davam etdiririk. Bizimlə birbaşa bağlantıda siyasi ekspert Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Və Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Steve Witkovun Rusiyaya səfəri təxirə salınmayıb. Bu barədə elə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov bildirib. Ümumiyyətlə bu səfər niyə təxirə salınmalıydı? Niyə belə dezinformasiyalar yayıldı? Və bu səfər gerçəkləşəcəyi təqdirdə masada daha hansı məsələlər müzakirə olunacaq? Yeni sülh təklifləri ola bilərmi? Təbii ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın xüsusi nümayəndəsi Witkovla Rusiya prezidentinin köməkçisi Uşakov arasında telefon danışığının deşifrə olunması ABŞ və Rusiya arasında Ukrayna böhranı üzrə bir növ razılaşdırılmış bir mətn idi və xüsusilə Rusiya əleyhinə, çünki Rusiya bundan məmnun idi. Və bu deşifrə hansı ölkə tərəfindən həyata keçirilib? Ola bilər ki, burada Böyük Britaniyadan adı çəkilir, çünki Avropa ölkələri kifayət qədər bunu qəbul etmirlər. Rusiya Xarici İşlər Nazirinin müavini Ryabkov qeyd edir ki, yenidən gələcəkdir. Mən düşünürəm ki, Witkovun bir daha Moskvaya gəlməsi gözlənilmir. Hətta Trump'ın komandasında olan və həmçinin konqresdə respublikaçılar da onun vəzifədən uzaqlaşdırılmasını, məhz Rusiyanın Ağ Evdə lobbiçiliyin həyata keçirdiyini ona qarşı bu kimi ittihamlar irəli sürürlər və Witkovun məhz Donald Trump'ın manipulyasiya etdiyini, Rusiyanın şərtlərini məhz Trump'a qəbul etdirdiyini vurğulayırlar. Hətta Vaşinqtonda Ukrayna-Rusiya arasında bu sülh planı ilə bağlı çox ciddi şəkildə fikir ayrılıqları ortaya çıxdı. Rusiya tərəfi məhz Witkovun hazırladığı bu müqavilənin dəstəkləyir, bunun olmasını arzulayır və Rusiya hesab edir ki, o yenidən gəlməlidir və yenidən danışıqlar aparılmalıdır və sülh mətni razılaşdırılmalıdır. Amma düşünürəm ki, artıq bu olmayacaq. Hətta Witkovun bu danışıqları, bu mövqeyi təbii ki, Amerikanın dövlət imicinə də böyük zərbə vurur və Amerika Birləşmiş Ştatlarının xarici siyasətində müəyyən bir etmaslığa gətirib çıxarır bilər. Artıq Avropa İttifaqı, Avropa ölkələri məhz buna görə Amerika Birləşmiş Ştatlarının administrasiyasına etimad etməyəcək. Xüsusilə onun strateji tərəfdaşları və müttəfiqləri. Çünki Amerika ilə Rusiya arasında kifayət qədər bu siyasi böhran ziddiyyətlidir və tərəflər geosiyasi və beynəlxalq miqyasda rəqabət aparırlar. Birdən-birə Witkovun gəlib 28 bənddən ibarət Rusiyanın narrativləri ilə yazılan mətni Trump'a qəbul etdirilməsi və Uşakova Donald Trump'la, Vladimir Putin Donald Trump'la necə danışdığını da izah etmişsə, təbii ki, bu Amerika Birləşmiş Ştatlarının administrasiyası üzvləri arasında da ciddi şəkildə suallar doğurur və Witkovun fəaliyyəti ilə bağlı, onun işdən çıxarılmasıyla bağlı da belə sərgilənir. Düşünürəm ki, bundan sonra Amerika Birləşmiş Ştatları və Rusiya arasında bu kimi xüsusilə Witkovun bu Rusiya ilə danışıq yapanmasına ehtiyac qalmayacaq. Artıq bunu kəşfiyyat və ordu rəsmiləri həyata keçirəcək və düşünürəm ki, Avropa İttifaqının da bu prosesə böyük şəkildə etiraz etməsi demək olar ki, 28 maddəlik sülh bəndinin üzərindən də xətt çəkdi. Həmçinin Witkovun Uşakovun telefona danışıqları deşifrə olunması ilə 28 maddənin demək olar ki, kənara qoyulması ilə nəticələnəcək. Məhəmməd, buyurun. Məhəmməd müəllim. Deməli, elə yeri gəlmişkən kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının da iclası keçirilir və iclasda da Belarus prezidenti Lukashenko məhz Rusiya-Ukrayna münaqişəsinə toxunub və qeyd edib ki, Ukrayna sülh təkliflərini qəbul eləməlidir. Əks halda, yəni Ukrayna yox olacaq. Ümumiyyətlə, bu nə dərəcədə bu cür fikirlərin səsləndirilməsi əslində Belarusun hansı tərəfi, yəni tərəflərdən hansına üstünlük
verdiyini deməyə əsas verir. Yəni sizcə sülh təklifləri burada, yəni sülh təkliflərinin bəndləri tam olaraq Ukraynanın prinsiplərinə uyğundurmu? Aleksandr Lukashenko, Belarusun prezidenti birbaşa Vladimir Putin mövqeyini müdafiə edir və Rusiya mövqeyindən çıxış edir. O, Donald Trump'ın 28 maddəlik sülh planını qəbul olunmasını vururlar Ukrayna tərəfindən. O sülh planıdır, o atəşkəs planıdır, Ukrayna kapitulyasiya təslim alınır. Orada nə yazılıb? Ukrayna şərq ərazilərinin Donbası Rusiya birləşdirilir və digər regionları öz silahlı qüvvələrini kifayət qədər azaldır. Hücum və latel silahları, ballistik raketlərindən imtina edir və NATO üzvlüyünün üzərinə xətt çəkir. Belə Rusiya Ukrayna hücum edəndə də bu şərtləri əlində tutmuşdu. İndi də həmin Rusiya bu mətni Donald Trump'ın təqdim etdiyi üsul mətninə salır və bu Ukraynaya təslim olması kapitulyasiyasıdır. Yəni Lukashenko deyir ki, Ukrayna bu təşkili qəbul etməli Rusiya olmalıdır. Kapitulyasiya imzalamalıdır. Və bir tərəfdən də biz buradan ölkəni təhdid edilir, yox olmalıdır. Yəni burada bir ülkəni əvəzi birləşdirməyi təhdid edilə biliriz. Yəni Lukashenko bu görünürlüyə beynəlxalq ciddi şəkildə zərbədir və güc yolu sənədlərin dəyişiklisinə hesab edilir. Bu da təbii ki, bəzi ölkənin tərəfindən qəbul edilməyəcək. Artıq Almaniya kansleri belirtdi ki, heç bir kapitulyasiyadan söhbət gedə bilməz. Almaniya bəlkə Ukraynanın siyasi, iqtisadi və zərbi dəstəkləyəcək. Bu da Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələnin başlaması və hesab edirəm edəcək. Hər hansı bir sülhdən və yaxud da atəşkəsdən yaxın bir perspektivdə söhbət gedə bilməz. Təşəkkür edirəm. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda siyasi ekspert Məhəmməd Əsədullah idi. Biz Məhəmməd müəllimlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkov'un Moskva səfəri öncəsi yaşanan, yəni yayılan o informasiyaları müzakirə elədik.